Həmçinin qeyd etmək istəyirəm ki, bu verilişin həqiqətən də xalqımızın, cəmiyyətin maarifləndirilməsində çox böyük rolu vardır. Çünki təəssüflər olsun ki, günümüzdə elə şəxslər var ki, özünü din mütəxəssisi kimi təqdim edərək din haqqında fikirlər söyləyir. Amma qeyd etməliyik ki, ola bilər bir kəs dostunu, yaxınını dinə dəvət eləyə, din haqqında ona məlumatları verə, amma dinin dərin, həssas məsələlər barədə, köklü məsələlər barədə fikir bildirmək üçün mütləq ciddi dini təhsil və elmi hazırlıq mühümdür. Və bu verilişdə sizin daima bizim ustadlarımızı, müəllimlərimizi və savadlı ilahiçilərimizi dəvət etdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Bu həqiqətən də qeyd etmək istəyirəm ki, yüksək təqdirə layiq bir işdir. Allah razı olsun Turqut, təşəkkür edirəm. Bax, budur. Bu erkən yaşında 2-ci Qarabağ müharibəsinin vəfalı namsevərlər həm iştirakçısı, həm də potensial gənc ilahiyyatçı. Mən artıq ona gənc ilahiyyatçı da deyə bilərəm. Çünki üzərində çox çalışır. Milli mənəvi dəyərlərə bağlılığını daha da möhkəmlədir. Hər fürsətdə bunu göstərməyə cəhd edir. Bax, bu çıxışını da mən bu cür təqdir edirəm. Allah razı olsun xoş sözlərinə görə. Rəbbim bu yolda İnam komandasını utandırmasın.